Bugün Qərbi Azərbaycan musiqi irsinin izi ilə layihəsi çərçivəsində Çoban Məhəmməd və Səlvi Xuravan dastanı kitabının təqdimat mərasimi keçirilir. Bugün televiziyası olaraq biz də bu tədbirə qatıldıq. Dastan, Qərbi Azərbaycanın göyçə aşıq mühitində formalaşmış sənət ənənələrinin parlaq nümunələrindən biridir. Əsər həm tarixi mədəni, həm də bədii musiqili baxımdan yüksək dəyərə malikdir. Dastanda Aşıq Ələsgərin qardaşı sayılan Çoban Məhəmməd və Dağıstanlı Səlvi Xuraman arasında gedən söz, sənət və mərifət yarışması təsvir olunur. Bizim layihəmiz Qərbi Azərbaycanın musiqi irsinin izi ilə adlanır. Bu layihə çərçivəsində Çoban Məhəmməd və Səlvi Xuraman dastanını biz kitab halında nəşr elətdirdik. Kitabda əsasən dastançılıq ənənəsindən, sonra Qərbi Azərbaycan termini və Qərbi Azərbaycan aşıq mühiti haqqında və bu dastanın deməli poetik mətnini, musiqi mətnini eyni zamanda nota köçürdük. Əsasən bu düşünürəm ki, Qərbi Azərbaycana qayıdış təkcə siyasi tarixi deyil, həm də musiqi mədəni yaddaşın bərpasına ehtiyac olunduğu səbəbindən doğdu və çox təşəkkür edirəm qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə ki, bizim bu layihəmizi qiymətləndirdi. Musiqişünas, sənətşünas üzrə fəlsəfə doktoru, dosent Kəmalə Atakişiyevanın sözlərinə görə kitabın bütün mətni olduğu kimi ingilis dilinə də tərcümə edilib. Bir musiqişünas kimi də məsələyə öz fikrimi bildirmək istərdim ki, Fəridə xanım Aşıq dastanı, Çoban Məhəmməd və Səlvi Xuraman dastanını yazıya alıb və bu yazıya almanın əsas məziyyətlərindən biri də odur ki, müəllif dastanın yalnız poetik və ya nəzm hissəsini yox, bütünlüklə musiqili, poetik bütün materialını yazıya almışdır. Musiqi havaların not yazılarını kitabda əks etdirmişdir və kitabın bütün mətni olduğu kimi ingilis dilinə də tərcümə edilmişdir. Yəni bu da kitabın nəinki Azərbaycan sərhədləri çərçivəsində, ümumiyyətlə beynəlxalq ictimaiyyətə də yəni təqdim edilməsi üçün çox mühüm addımdır. Layihə çərçivəsində dastanın mətn variantı elmi əsaslarla sistemləşdirilib, havalar aşıq ifa ənənəsinə uyğun olaraq nota salınıb, həmçinin rəqəmsal arxivə daxil edilib. Bununla da Qərbi Azərbaycan musiqi irsinin öyrənilməsinə, qorunmasına və gələcək tədqiqatlara töhfə verən yeni bir mənbə formalaşdırılıb. Qeyd edək ki, layihə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Bu kitab hardasa demək qeyri-hökumət təşkilatının xətti ilə Qərbi Azərbaycan musiqi irsinin izi ilə demək aparılan bir tədqiqatdır və bu tədqiqat işində qeyd elədiyim kimi musiqi sənətimizə, dastanımıza çox qiymətli nemət kimi demək təqdim olunubdur və inanırıq ki, bu dastandan demək bizim aşıqlarımız istifadə edəcəkdir. Şifahi xalq ədəbiyyatı ilə maraqlanan hər hansı demək tədris ocaqlarımızda geniş istifadə ediləcəkdir və kitabın ən maraqlı cəhətlərindən biri odur ki, demək burada dastanda şeirlər, aşıq şeirləri də toplanıbdır. Bu şeirlərin hamısı nota alınıbdır və həmçinin müəyyən aşıqlar haqqında, tanınmış aşıqlar haqqında, yəni Qərbi Azərbaycan aşıqları haqqında Azərbaycan dilində və ingilis dilində oxuculara geniş məlumat verilibdir. Biz bu münasibətlə demək kitabın müəllifi və tərtibçisi Fəridə xanımı təbrik edirik, ona uğurlar arzulayırıq. Arzumuz budur ki, belə kitabların, belə dastanların sayı daha çox olsun. Çox gözəl bir tədbir idi. Əsas mən bu gözəl olduğunu istəyirəm deyəm, nədə idi? Çünki burada təkrarçılıq heç nə yox idi. Burada Fəridə xanım və onun İz mədəniyyətin inkişafına dəstək ictimai birliyin sədri olaraq
yeni bir kitabın ərsəyə gətirilməsi olubdu. Çoban Məhəmməd və Səlvi Xuraman. Bu bizim folklorumuzdur. Qərbi Azərbaycan bilirsiniz ki, İrəvanın çox yüksək mədəniyyəti, çox yüksək təhsili olubdu və onun hələ bu günə qədər də, hələ bundan sonra da nə qədər araşdırılası bir məqamlar var. Bu tədbirdə isə mən bu kitabla tanış oldum və düşündüm ki, bu kitabın həm də iki dildə olduğu üçün mən bu kitabı mütləq tək Azərbaycanda yox və eyni zamanda Azərbaycandan kənar bu kitabların təbliğatını aparacağam. Sonda Fəridə Mirişova kitab təqdimatına gəldiklərinə görə qonaqlarına təşəkkürünü bildirdi və xatirə fotoları çəkildi. Hüsniyyə Salmanova, Samir Əliyev, Bu Gün TV.